Herkese salamlayıram dostlar. Bu günlər biz PHP Dev Studio 3.1 Alpha 1 proyektində, programında program düzəldəcəyik. Bu program nə proqram olacaq? Məsələn, bu proqramımızı ilk növbədə başladaq, heç nə qoymadan. Gördüyünüz kimi bu proqramın başlığıdır. Form caption yazılır. Formumuzun başlığı. Bu başlığı biz bura bir tekst ərazisi qoyaraq və bir buton qoyaraq bunu dəyişəcəyik və sizə göstərərək başa salacağım. Daha aydın başa düşəcəksiniz. Bunu biraz uzadıram mən. Şriftini seçirəm. Məsələn 16 deyək. Seçdim. Və buradan hafta ölçüyünü yığışdırıram. Və bura bir dənə speed buton qoyuram. Niyə speed buton? Bu ola bilər, adi buton da ola bilər. Onun fərqini sizə göstərim. Məsələn, adi buton qoyuram. Burada bunun belə deyim, plosk, yəni görünməz olaraq işarələməsi yoxdur adi butonda. Amma sürət butonunda o həmin özəllik var. Məsələn, mən buna yaz deyirəm bunun başlığına. Butonun başlığını yaz. Yəni ki, yazdırsın. Və bunu biraz ölçülərini mən götürürəm. Mən bunu belə ilk dəfə belə edəcəm. Butonla edəcəm. Daha sonra izləyin, baxın. Məsələn, mən yazarım bura text dəyişən atıram. Daha sonra bunu edit 1'ə yönləndirirəm və tekstinə, edit 1'də yazılan tekstə və buna deyirəm form birimin caption'ı, yəni başlığı text dəyişənlə əvəz olsun və bir dəfə başlığı oxuyarıq. Gördüyünüz kimi form caption necə var elə durur. Bura mən heç nə yazmıram. Gördüyünüz kimi speed butonumuz da durur. Basdıqda silinir. Yəni çünki mən bura heç nə yazmamışam. Məsələn, yazan Jack, öz nickname'imi. Gördüyünüz kimi bura yazdığım buradadır. Bura nə istəsəz yaza bilərsiniz. Məsələn, yazıram. Bunu belə də eləmək olar. Bir də bunu kopyalayayım. Bunu bağlayayım bir dəqiqə. Belə də eləmək olar. Bir də burada tekstin, yəni tekst ərazisinin özündə də dəyişmək eventi, yəni swap yazdı əlavə etmək olar. Mən sizə izah edəcəm niyə bunun ikisinin fərqi var. Məsələn, bura yazıram həmin nickname Jack. Gördüyünüz kimi bura yazdığım saniyədən başlayaraq bura yazmağa başlayır. Məsələn, hər şey yaza bilərəm bura. Amma butonla edəndə bura yazırıq, ondan sonra basdıqdan sonra bura yazılır. Onun fərqi oradadır. Mən amma yenə də butonu seçirəm, yəni butonu tərcih edirəm. Siz necə belə də edə bilərsiniz. Və burada bunları şöyle də yığışdıraq. Bir də əgər operatora elə bil ki, mən əgər operatorunu çağırıram və deyirəm, əgər şöyle bunu başa alım. Aldım. Eğer text deyirəm, text ərazisi boşdursa, null. Text ərazisi boşdursa, message ekrana çıxartsın və desin. Heç bir ya da belə yazılmayıb
məsələn yazaq. Belə yazırıq və bu iki nöqtəni qoymaq mühümdür. Daha sonra else yoxsa, əgər bu belədirsə, belə olsun. Belə deyilsə, bunu bizə göstərsin. İndi baxaq necə alınır. Məsələn, heç nə yazmamışıq. Gördüyünüz kimi deyir yazılmayıb və heç